Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma, öz hakimliyim. Bəli, bugün milli kimliyimizin, qürurumuzun və tariximizin simvolu olan üç rəngli bayrağımızın günüdür. ...1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cümhuriyyətimizin əsas rəmzi olan bayraq haqqında qərar da elə həmin il verildi. Azərbaycanın müvəqqəti hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və 8 güşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üç rəngli mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və 8 güşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etdi. 23 aydan sonra Azərbaycanın işğal olunması, Sovet dövləti tərəfindən, hakimiyyət tərəfindən işğal olunması bayrağımızın süqutuna gətirib çıxartdı. Bütün 20-ci əsr boyu müstəqilliyə gedən yollar üçün bizim mütəfəkkirlər, görkəmli xadimlər, ziyalılar Azərbaycanın müstəqil olması və yenidən həmin bayrağa qayıtması üçün çalışdılar. 1990-cı ildə 17 noyabrda Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyev sessiyada Azərbaycan bayrağının məhz üçrəngli bayraq olması və 18-ci ildə qaldırılan bayrağın yenidən bərpa olunması haqqında göstəriş verdi. Yəni bu o dönəm idi ki, artıq 90-cı il bildiyiniz kimi Azərbaycan üçün çox bir ağır vəziyyətdə keçmişdi. Həmin sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üç rəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Nəticədə 1991-ci il fevralın 5-də bu bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ikinci dəfə dövlət rəmzi kimi təsdiq edildi. Ulu Öndər Heydər Əliyev dövlət bayrağımızı səciyyələndirərək deyirdi: Azərbaycan bayrağı sadəcə bayraq deyil, o bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. 1991-ci ildə oktyabrın 18-də Azərbaycan suverenliyi qəbul olunanda və bu Azərbaycanın bugünkü müstəqil Azərbaycan müstəqillik qəbul edəndə onun Xalq Cümhuriyyətinin atributlarını özündə ehtiva eləməyi qərar çıxartdı. Və bundan sonra bayrağımız bütün respublikamızda artıq tamamilə dalğalandı. Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üç rəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayır. Ölkə rəhbərinin 17 noyabr 2009-cu ildə imzaladığı sərəncamdan Azərbaycanın üç rəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixi hər il dövlət bayrağı günü kimi qeyd edilir. Şanlı bayrağımız 20 ildən çoxdur ən mötəbər beynəlxalq təşkilatların qarşısında bütün dövlətlərin bayraqları ilə bir sırada dalğalanır. Respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərin binaları üzərində ucalır. Mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, iri-miqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Bayrağımız harda yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının fəxr, qürur mənbəyidir. Azərbaycan oğullarının qəhrəmanlığı, cəsarəti, şücaəti hesabına bugün üç rəngli bayrağımız ölkəmizin hər qarışında, hər addımında dalğalanır. Millətimiz bir əsr öncə başı üzərinə qaldırdığı üç rəngli bayrağın bir daha enməməsi üçün ağır sınaqlarla üzləşdi və bu mübarizədən üzü ağ, başı dik çıxdı. Artıq bayraq günümüzü daha böyük qürurla qeyd edirik. Çünki bu şanlı, üç rəngli bayrağımız vahid və suveren Azərbaycanın hər bir güşəsində dalğalanır. Biz onu zirvələrə qaldırdıq və heç vaxt enməyə qoymayacağıq.